Deyirsən, əgər videon az baxış alırsa, problem səndə deyil. Algoritm bu videoları qəsdən gizlədir. Darıxdırıcı giriş olmasın. İlk 10-20 saniyədə həmişə insanlara sual verin. Problem yaradın. Sual yoxdur, problem yoxdursa insanlar çıxır. Məsəl üçün, gözəl montaj var idi, amma baxış yox idi. Nəticəsiz videolar. Video sual verir, cavab vermir. İnsan məmnun qalmayandan sonra YouTube-da məmnuniyyəti ölçür. YouTube-da məmnun olmayandan sonra video izləmir. Yanıltıcı kapaq. GTR var, amma tez çıxırlar. GTR var, Etion yoxdur. GTR yoxdur, Etion yoxdur. İnsanlar çıxır. Kapaqla videonun içəriyi düz gətirməlidir. Mən paylaşıram gəlişmə gedən yol, amma video gedəcək Minecraft. Algoritm belə şeylər kəsir. Nah getdiniz. Hədəfsiz mövzu. Video kim üçündür bilinmir. YouTube videolarınızı kimə göndərəcəyini bilmir. Bir kanal bərabərdə bir mövzuya. Sən bir kanal Minecraft, əyləncə kanalsansa ona oyun kanalı at, əyləncə at. O kanala götürüb başarıya gedən yol, eğitim kanallarına atma. Məsəl üçün mənim kimi kanallar Minecraft çəkə bilməz artıq. Mövzu birdən olmalıdır. Səssiz videolar paylaşılmır. Like yox, şərh yox, yorum yox, paylaşım yox. YouTube bu videoları hardan tapsın, niyə paylaşsın? İnsanlar acaba bəyənsələr klik eləyəcəklər, videomuzu bəyənəcəklər. Bəyənmirlərsə, şərh yoxsa video izləməyəcək. İndi şərhlərə yaz. YouTube videolarını gizlədir, yoxsa test edir?